Salam uşaqlar, bugün cimlə işləyirik və bizim 11-ci sinifə aid audio mətnində 27-cidir. Videolarım davamlı olması üçün sadəcə bəyənməyiniz və abunə olmağınız kifayətdir. Gəlin başlayaq. Добрый день, Джавид. Меня зовут Эльнара Ханум. Я сотрудник отдела кадров. Добрый день. Я отправлял резюме на должность менеджера вашей строительной компании. Хорошо. Расскажите сначала о своем образовании. Я окончил Азербайджанский университет архитектуры и строительства. Учился на факультете экономики и строительства по специальности управления бизнесом. Какой у вас опыт работы? Уже 3 года, как я работаю в фирме канцелярских товаров менеджером по продаже. Почему вы хотите уйти с этой работы? Я работаю не по своей специальности. Почему вы хотите работать именно в нашей компании? Я считаю, что мне нужен опыт работы по специальности, который я приобрету в вашей компании. Мне нравится, что эта работа творческая и что есть возможность карьерного роста. Вы изучили другие возможности устроиться на работу? Да, но ваша компания нравится мне больше всего. Скажите, какие у вас есть положительные качества? Я очень дисциплинированный человек. Считаю, что каждая работа должна быть сделана качественно. Какие у вас слабые стороны? Сложную работу я могу делать не так быстро, как хотелось бы. У меня много времени уходит на анализ проблемы. Понятно. Вы должны еще встретиться с управляющим нашей компании, которому можете задать свои вопросы. Спасибо. Gəlin indi mən də mətni tərcümə edim. Burada da dialoqdur. Sabahınız xeyir Cavid, mənim adım Elnara xanımdır. Mən kadrlar şöbəsinin əməkdaşıyam. Sabahınız xeyir, mən sizin tikinti şirkətinizdə menecer vəzifəsinə CV göndərmişdim. Bunu Cavid deyir. Yaxşı, əvvəlcə təhsiliniz haqqında danışın. Mən Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirmişəm. Tikintinin İqtisadiyyatı fakültəsində biznesin idarə edilməsi ixtisasının üzrə oxumuşam. Neçə illik iş təcrübəniz var deyə soruşur Elnara xanım. Cavid deyir, artıq 3 ildir ki, mən karguzarlıq malları şirkətində satış meneceri işləyirəm. Niyə bu işdən ayrılmaq istəyirsiniz? Mən ixtisasıma uyğun işləmirəm, deyir Cavid. Niyə məhz bizim şirkətə işləmək istəyirsiniz? Cavid deyir ki, düşünürəm ki, mənə ixtisasıma uyğun iş təcrübəsi lazımdır ki, bunu sizin şirkətinizdə qazanaram da. Mənə bu işin yaradıcı olması və karyer inkişafı imkan olması xoş gəlir. Elnara xanım deyir ki, başqa iş imkanlarını araşdırmısınız? Bəli, deyir, amma sizin şirkətiniz mənə daha çox, belə deyək də, xoş gəlir, yəni xoşuma gəlir. Deyin, hansı müsbət keyfiyyətləriniz var? Mən çox intizamlı adamam, hesab edirəm ki, hər bir iş keyfiyyətlə görülməlidir. Hansı zəif cəhətləriniz var deyə soruşur Elnara xanım. Çətin işləri istədiyim qədər sürətli edə bilmirəm. Problemin təhlilinə çox vaxt sərf edirəm. Başa düşdüm, siz hələ şirkətinin deməli müdürü ilə danışmalısınız. Ondan sonra görüşməlisiniz də, yəni ona öz suallarınıza verə bilərsiniz. Çox sağ olun. Belə, indi gəlin birinci sualımıza keçək. Birinci sualımız belədir. Mətnin əsas ideyası, düzdürmü? Söhbət nədən gedirdi? Biz bilirik ki, söhbət burada deməli kompaniyanın belə deyək də kadrlar şöbəsinin əməkdaşı ilə belə deyək də müsahibədən edirlər. Deməli biz onda на собеседование с сотрудником отдела кадров deyə C variantı burada düzgün götürürük. C variantını. Так, укажите неверное утверждение по тексту. Работа строительной компании интересует Джавида больше всего. Deməli, mətnə uyğun olmayanı deyir, tapın. Düzdür, работа в строительной компании интересует Джавида больше всего. Yəni, Cavidi daha çox tikinti şirkətində işləmək maraqlandırır. Düzdür də. Universitete Cavid учился на факультете экономики и строительства. Düzdür, universitetdə Cavid iqtisadiyyat və inşaat deməli fakültəsində oxuyurdu. Dальше. Дисциплинированность одна из положительных качеств Cavida. Nizam-intizam Cavidin müsbət bir xüsusiyyətlərindən biridir. Düzdür. Cavid посылал свои резюме на должность менеджера в компанию. Cavid şirkət deməli menecer vəzifəsi üçün deməli öz CV-sini göndərirdi də deyək. Cavid может
задавать свои вопросы только сотрудники отдела кадров. Yox, уже burada Cavid öz suallarını ancaq deməli işə götürən deməli əməkdaşına verə bilər deyə. Şu burada uyğun gəlmədi bu. Так, дальше. Определите верный ответ на вопрос. Почему сложную работу Джавид делает не очень быстро, как ему хотелось бы? Burada belə bir sual verib ki, nəyə görə Cavid deməli öz işini, məsələn, çətin bir işi istədiyi kimi tez başa gətirə bilmir də. Nəyə görə? Axı biz də bilirik ki, çünki o problemi çox belə təhlil etdiyi üçün də uzun müddət. Ona görə də o qədər də tez edə bilmir. Потому что он долго анализирует проблему deyə biz D variantını burada seçirik. 160. Дополните предложение словами из текста. Джавиду нужен опыт работы по специальности. Так, по специальности. Deyir ki, Cavidin öz, belə deyək də, ixtisası üzrə təcrübəyə ehtiyacı var. Ona görə də o, iminlə də bu tikinti kompaniyasında işləmək istəyir deyə bu şəkildə yazmalıyıq. Gəlin yazaq. Так, поэтому он хочет работать в строительной компании deyə biz bu şəkildə yaza bilərik də, cümlənin davam edə bilərik. 161-də. Напишите ответ на вопрос. По какой причине Джавид хочет уйти со своей работы? Deyir ki, Cavid hansı səbəbdən işçini tərk etmək istəyir deyə soruşur. Он работает не по своей специальности. Düzdürmü? Джавид работает не по своей специальности, поэтому он хочет уйти со своей работы deyə bax bu şəkildə biz deməli ətraflı da yaza bilərik. Так. Напишите одно прилагательное из текста, которое характеризует слово «человек». Человек дисциплинированный человек deyə yaza bilərik belə. Дисциплинированный человек. Nizam intizamlı da insan. Disiplinirованный человек. Bu şəkildə. Belə uşaqlar sağ olun, görüşərik.